Salam dostlar. Dərslərimiz davam edir. Bugünkü dərsimiz artıq text fielddir. Text field Android Studio'da edit textlərdən biz istifadə edirdik. Yəni digərində edit textlərdən istifadə edirdik. Lakin burada isə artıq Jetpack Compose içərisində bunu text field kimi adlanır. Text fieldin əsas iş prinsipi ondan ibarətdir ki, istifadəçidən mətindir, paroldur, e-postasını yazmaqdır və yaxud da hər hansı bir rəqəm yazmaq, ad familiyasını yazmaq. Yəni bunların hamısını içərisində yazıları qeyd etmək üçün artıq biz text field'den istifadə edəcəyik. Text field'in içərisinə daxil olduğumuz zaman text field'in aldığı parametrlər dostlar, baxın bunlardır. Yəni ilk olaraq value alır, yəni dəyərini alır. Məsələn biz hansı dəyər içərisində yazırıqsa o dəyəri alır və on value change, yəni içərisindəki dəyər dəyişiləndən sonra nəyə bərabər olacaq? Yəni mən içərisində hər hansı bir dəyər yazandan sonra onun içərisində məsələn hər hansı bir yazımı necə göstərmək istəyirəm. Onu qeyd olunur. Label hissəsi, o həmin mətnin, məsələn həmin bizim edit text'in adını ki yazırdıq. Burada da label içərisində yazırıq ki, məsələn bu bizdə addır, paroldur və yaxud da ki digər, yəni necə deyim, həmin damaya biz nə ad veririksə onu qeyd edirik. Və içərisində də placeholderlar var ki, məsələn bu içərisində biz qeyd edirik ki, məsələn hansı textə aiddir. Məsələn boş olanda kölgə içərisində nə görsənsin. Yəni məsələn biz o içərisində digərin içərisində, hintin içərisində yazırdıq ki, məsələn boş görsənəndə necə görsənsin və yaxud da ki adi məsələn biz texti silirdik, içərisində qeyd edirdik. Burada isə artıq bu placeholder içərisində olunur. Single line-da sadəcə məsələn bizim text field'in bir damada olması və yaxud da iki damada olması, yəni sətirlərin sayını bildirir. Yəni biz bir sətirdə yazmaq istəyirik və yaxud da ki bir neçə sətirdə yazmaq istəyirik. Bunlar haqqında, hamısı haqqında ayrı-ayrılığında məlumatlar verəcəm. Sadəcə bunları göstərmə səbəbim odur ki, sizlər də bunları özünüzdə qeyd edin. Yəni qeyd etməyiniz və bunları yadda saxlamağınız daha yaxşı olar. Çünki mütəmadi olaraq biz onsuz da bunların üzərində işləyəndə bunların hamısı haqqında ayrı-ayrılığında məlumatlar öyrənəcəyik. Gəlin indi isə praktikaya keçək və dərsimizi daha da mükəmməlləşdirək, daha da aydın şəkildə gətirək ki, sizlər bu dərsi tam olaraq rahat anlayasınız. Baxın dostlar, mən ilk öncə burada belə bir kolum yaradıram. Kolum içərisində də artıq özümüzün text fieldindən istifadə edəcəm. Kolum yarattığım zaman burada içərisində modifier yer verirəm. Modifierdə də içərisində qeyd edirəm ki, modifier bir max size. Yəni ekranın maksimum dərəcədə artıq ekranda qeyd olunsun. Bax, ekran bu cür görüntüsü olsun. Və bunu qeyd etdikdən sonra artıq içərisində də bir dənə vertical horizontal arrangement verirəm və arrangementi içərisində center edirəm. İkincisi isə horizontal verirəm ki, yəni bizim yazdığımız, yaratdığımız dama tam mərkəzdə görsənsin. Artıq bunu da qeyd edirəm və arrangementi verirəm center horizontal. Baxın dostlar, artıq mənim burada, yəni kolum içərisində yazılan yazılarım artıq bunun içərisində səliqə ilə görsənəcək. İndi isə gəlin text field haqqında işlərimizi, misallarımızı icra edək. İlk öncə dostlar, text field-ni icra eləyən zaman mən belə deyim, bunun dəyişənini yaratmalıyam ki, mənə çünki birinci olaraq dəyər istəyir. Baxın, value istəyir. Bu value-nu istədiyinə görə artıq mən çünki əsas iş prinsip burada, yəni tam fərqlidir. Burada state-lər rol oynayır. Yəni ekran görüntüsü ilə daimi əlaqə. Yəni ekranda mən hansı dəyişiklik eləmək istəyirəmsə, artıq bu mənim ekranda dəyişikliyimi icra eləsin. Adətən Flutter-dan istifadə edənlər, Flutter bilənlər bunu daha yaxşı başa düşərlər ki, orada da eyni prinsiplə işləyir. Burada da yəni Jetpack Compose'da eyni o həmin qayda ilə, eyni qayda ilə işlərini icra edirlər. İlk öncə gəlin burada mən məsələn yazıram ki, input, baxın bunun içərisində. Name input içərisində bir dəyişən tanıdıq. Var, məsələn, olsun bizdə name. Yəni ad veririk və içərisində də by. Bunları indi biraz sizin üçün maraqlı gələ bilər. Sadəcə birinci praktikasını işləyək. Yəni əliniz öyrəşsin, içində hansı kodlar var, içində hansı iş prinsipləri görə bilərik. Artıq biz bunları öyrənəndən sonra mən gələn dərsimizdə state management haqqında məlumat verəcəm və sizə artıq bu dərslər hamısılıqda kompleksləşəcək ki, yəni artıq heç bir sualınız əmələ gəlməyəcək. Və burada rememberdən istifadə edirəm. Rememberdən istifadə edəndə dostlar, mutable state. Baxın burada müxtəlif mutable'lar var ki, yəni ekran görüntüsünü mən list formasında, map formasında, yəni collection'da da ala bilərəm. Yəni array'lər içərisində də ala bilərəm həmin dəyərlərimi. Həmçinin də tək bir formada alıramsa, mutable state of-dan istifadə edirəm. Burada da qeyd edək ki, mutable state of. Baxın. Və bunun içərisində müvəqqəti olaraq və yaxud da ki, indi hal-hazırda mən boş bir string tanıdıram. Yəni içərisində heç bir iş, əməliyyat icra eləməsin. Və bundan sonra da artıq, bundan sonra mən işlərimi əlavə edirəm.
Baxın dostlar, burada mənim bu cür edəndən sonra ilk öncə məndə rememberi baxın import eləməyimi istəyir. Bunda sizdə də ola bilər ki, bu həmin bu problem əmələ gəlsin. Ona görə bu zaman Alt Enter düyməsini tıklayın və import edin. Import edəndən sonra baxın artıq bizi bir dənə də əlavə olaraq yenə istəyir. Yenə Alt Enter düyməsini tıklayıb Mutable Stated import edin. Və 2 dəfə import edəndən sonra artıq buradakı bizim belə deyək errorumuz artıq belə deyək ki çıxır. Artıq heç bir problem əmələ gəlmir. Və bundan sonra mən öz text fieldimi yarada bilərəm. Text field yarada, gəlin sadə bir text field yaradaq. Məsələn, text field edək və içərisində də baxın bu cür format. Baxın dostlar, text field yaradanda bildiyiniz kimi məndən ilk öncə dəyərini istəyir. Yəni mən içərisində ilk öncə bunun valuesunu verməliyim. Valuesunu verəndə yuxarıda nə qeyd etmişəm? Name'i. Burada da yazıram ilk öncə name'ini. Bundan sonra məndən istəyir ki, bu dəyər dəyişəndən sonra, yəni change olandan sonra hansı ekranda görüntünü göstərsin. Həmin kodu yazıram, onValue change. Bax, onValue change yazandan sonra artıq burada bəzəkli mötərizəmizi açırıq və içərisində də qeyd edirəm ki, name. Baxın, burada bir dənə diqqət yetirin. Əsas məsələ budur. Və it yazıram. Baxın dostlar, it'i burada verməyimin əsas məqsədi ondan ibarətdir ki, onValue change mənə yəni buradakı dəyişənin dəyərini, yəni artıq dəyişəndən sonra it bu Kotlin'in özü tərəfindən yaranmış bir koddur. Əsas bu prinsipi başa düşmək lazım. State management'i belə deyək ki, dərsini bundan sonra keçəndə buradakı suallarınız artıq belə deyək ki, həll olunacaq. Sadəcə mən yazdıqlarımı praktik olaraq özünüz üzərində işləyin və ondan sonra artıq belə deyək ki, bütün daşlar öz yerinə oturacaq. Və bunu edəndən sonra dostlar, mən istəyirəm ki, burada bir artıq mənim gördüyünüz kimi sağ tərəfdə text fieldim əmələ gəldi, yəni yarandı. Və bunu edəndən sonra bu həmin text field'e bir ad verir. Bunu etmək üçün də biz label'dan istifadə edirik. Və label'dan istifadə edəndə içərisində belə bir bəzəkli mötərizə açıram və yazıram ki, text və textini qeyd edirəm. İçərisində textini qeyd edəndən sonra, məsələn, burada yazaq ki, adı. Artıq burada bizim görəcəksiniz ki, bizim yazdığımız bu ad artıq bu ekranda görsənəcək. Və bundan sonra da mən istəsəm, məsələn, tutalım ki, bunun biz buradakı damanı tek bir dama edir. Və bunu da etmək üçün yenə də single, baxın, single line-dan istifadə edirəm. Single line-dan istifadə edəndə true edirəm və içərisindəki artıq bir dama olduğunu qeyd edirəm. Və burada əlavə olaraq max line da olmalıdır. Adətən text, belə deyək ki, textlərin içində də var idi. Və burada bu belə textin içərisində max line idi. Yəni damaların sayını istədiyimiz qədər artırıb azalda da bilərdik. Və burada isə single line'dir. Yəni tək bir halda istəyirsən, yoxsa cəm, yəni buradakı damaların sayı çox olsun, yəni iri olsun. Biz bunu tək bir halda adətən tekstlər necə görsənir bizim telefonlarda, edit tekstlərimiz bu formada qeyd olunur. Ona görə də biz bunu single line'ı qeyd etmək məcburiyyətindəyik. Məsələn, mən bunu qeyd etməsəm, baxın, indi belə deyək ki, bunun qarşısına müvəqqəti olaraq dayandıraq. Və buradakı kodumuzu gəlin run eləyək. İlk run olanda bu qədər zaman alır. Ona görə üzürlü sayın. Baxın dostlar, məsələn, mən indi artıq burada yazıram ki, məsələn, anar. Və bunun içərisində enter düyməsini tıklayanda gördüyünüz kimi, yəni həcmi böyüyür. Və bunun həcminin böyüməməsi ancaq bir sətirdən ibarət olmağı üçün artıq mən burada əlavə kodlar yazmalıyım. Və bunları həmişə, yəni bizim bunları etmə səbəbimiz də bax bundan ibarət. Məsələn, indi mən burada bunu ləğv edirəm və ikinci səfər bunu artıq yenə run edirəm. Baxın dostlar, indi isə artıq mən burada anar yazıb və enter düyməsini tıklasam, baxın nə qədər enter düyməsini tıklayıram, artıq bir damadan aşağı düşmür. Yəni ancaq bir damadan ibarət olur. Özünüzdə də artıq yoxlasanız görəcəksiniz ki, yazılar yalnız bir damadan ibarət.
Və indi isə gəlin belə bir əlavələr eləyək ki, məsələn, bizim burada yazımız ancaq 10 dənə hərf və yaxud da 15 dənə hərfdən ibarət olsun. Onu etmək üçün dostlar, özünüz birinci çalışın, birinci fikirləşin ki, məsələn, biz bunu necə etsək, harda etsək daha doğru olar. Və burada elə bir müəyyən vaxtda videonu dondurun və yaxud saxlayın. Ondan sonra özünüzə fikirləşəndən sonra, yəni əgər alınmasa, dərsi yenidən davam edin. Məsələn, mən artıq buradakı yazıların, yəni buradakı belə deyək ki, bizim simvolların sayını 10, 15 və yaxud da 20 fərq etmir. Ondan artıq istəmirəm dostum. Məsələn, en qədər burada say olmasın. Çünki bir insanın adı maksimum olar 12 hərfdən və yaxud da 15 hərfdən də. Yəni lap belə deyək ki, uzun uzadı yapışqan adları var ki, yəni bu adamın yəni hərf sayı olsun 12-15 nəfər. 12-15 hərf. Və bunun üçün də artıq mən burada baxın belə bir kod yazıram ki, onun həmin bizim burada yazılan yazı həmin o verdiyim şərtdən qırağa çıxmasın. Yazmaq üçün artıq burada if, baxın dostlar, if'i qeyd edirəm və içərisində belə bir şərt qeyd edirəm. Mənim, baxın verdiyim it nədir? Burada yazdığım yazıdır. Baxın burada qeyd etdiyim, əlimlə yazdığım yazıdır. It, range, yəni sayı. Range'in burada funksiyası, yəni buradakı hərflərin sayını qeyd edirəm, böyükdür, bərabərdir, məsələn 10. Artıq bunu yazandan sonra mən burada bunu run eləsəm, baxın indi burada heç run eləmirəm və içərisində istənilən qədər hərf yaza bilirəm. Və indi bunu burada run eləsəm dostlar, görəcəyik ki, artıq mənim yazılarım 10 dənə hərfdən artıq ola bilməz. Çünki insandır, birdən məsələn əli düyməyə basılı qalır və yaxud da ki, hər hansı bir yanlışlıq olarsa, səhv olarsa, biz bu şeylərin qarşısını almaq üçün bunlara diqqət yetirməli, bu incəlikləri öyrənməli. Və yaxud da ki, sabahlarım sizdə bir application sizdən istəniləndə siz bir dənə edit text yaradasınız, yəni text field yaradasınız və text fielddə artıq həmin bu dəyərləri, bu kodların hamısını bir dəfə tanımdasınız. Və artıq bunun üzərində bunu çağıraraq, bunun üzərində müəyyən dəyişikliklər eləyərək öz işinizi görəsiniz. Yəni bunu bir dəfə yazasınız, bu kodları bir dəfə icra edəsiniz. Baxın dostlar, indi mən burada qeyd edirəm ki, tutam ki, ana, yazdım. Artıq baxın 10 hərfdən artıq yaza bilmirəm. Və bunu etməmə, yəni bunun qarşısını alma səbəbi, baxın bu koddur. Bir dənə burada yazıram ki, mənim yeni yazdığım dəyər, yəni it, ölçüsü vahidi, yəni lenci, uzunluğu ondan yuxarı olmasın. Ona bərabər olsun, ondan kiçik olsun. Bunu etdikdən sonra və burada da artıq yazıram ki, name bərabər it. Yəni buradakı dəyərim, name'in içərisində burada yaratdığım yeni dəyər itə bərabər olsun. Yəni bunun içərisindəki verilən dəyərə bərabər olsun. Yəni bundan qırağa çıxmasın. Yəni burada ola bilsin ki, mən name'in içərisində boş bir string yox, hər hansı bir ad da yaza bilərdim. Yəni bu adı yazanda, baxın dostlar, mən məsələn burada qeyd eləyək ki, Ruslan. Gəlin burada belə bir şey eləyək, görək bu alınırmı? Mənim üçün də maraqlıdır. Adətən belə deyək ki, biz proqramistlər də o deməkdir ki, hər şeyi mükəmməl bilirik, hər şeyi 0-0 bilirik. Bəzi şeylər var ki, heç inan istifadə etmirik də, yəni standart qaydalara uyğun olaraq istifadə edirik. Ona görə də məsələn əlavə praktikalar və yaxud da əlavə işlər görmürük ki, vaxt zaman itməsin. İndi məsələn bəzən elə bir kodlar olur ki, mən özüm də, baxın burada artıq baxın name'i vermişəm Ruslan. Baxın buradakı dəyəri vermişəm Ruslan. Mən artıq bunun içərisində bunu silib üzərində istənilən əməliyyatı yaza bilərəm. Yəni burada verdiyim dəyər də, yəni bu gördüyünüz kimi neyim? Burada ilk verilən dəyərdir. Yəni burada boş da ola bilər, içi dolu da ola bilər. Mən əgər baxın burada placeholder'dan istifadə eləsəm, artıq burada verilən dəyər, yəni gizlin formada, yəni boş kölgə kimi, mətn kimi görsənəcəkdir. Baxın, eyni demək olar ki, köhnə bizim XML ilə işlədiyimiz qayda prinsipindədir. Sadəcə burada yazılan bütün kodlar ancaq belə kod hissəsindədir. Yəni biz ancaq bütün dizayneri kod vasitəsilə yürürük və işimiz daha da sadələşir və daha da rahatlaşır. Gəlin indi əlavə işlər görək və daha da biliklərimizi daha da dərinləşdirək. İndi isə dostlar, mən belə bir şey etmək istəyirəm ki, tutalım ki, burada əlavə bir yaş yaradıram. İlk öncə istərdim ki, sizlər də məndən belə deyək ki, məndən öncə özünüz bunu edəsiniz. Burada yazıram var age, eyni prinsipdir. Var age by remember və içərisində yazıram mutable state of və boş string tanıdıram.
Artık boş string tanıdandan sonra benim buradaki kodum demək olar ki hazır. İkinci olarak gelirik bu hissəyə. Burada bir boşluq verək. Boşluq vermək üçün biz nə edirdik? Space-dən istifadə edirdik. Space içərisində modifierimizi verirdik və modifier içərisində də artıq ilk öncə height'ımızı, yəni bir-birindən damanın belə deyək ki, aralıq məsafəsi olsun tam 20 dipi. 20 dipi yazanda, ilk dəfə dipi yazanda alt enter düyməsini tıklayırıq və bizim dipimizi artıq bura import edirik. Import edəndən sonra ikinci text fieldimizi gəlin yaradağın. Text field yazır, field qeyd edirəm və eyni prinsiplə birinci value dəyərini verirəm. Yuxarıda tanıtdığım h-ə və ikinci olaraq da onun içərisindəki on value change-i dəyişirəm. Yəni dəyişəndə, məsələn bizim buradakı damamız dəyişəndə hansı iş görəcək? Yenə də bəzəkli mörtəzə açıram və bəzəkli mörtəzə içərisində qeyd edirəm ki h bərabərdir itə. Yəni dəyişəndən sonra hansı dəyər görsənsin onu qeyd edirəm. Və üçüncü burada əlavə olaraq qeyd edirəm ki, yenə eyni sayda olaraq labelimizi qeyd edək. Yəni mətnin içərisində həmin bu damamız nədən ibarət olsun? Olsun ki bizdə məsələn text. Burada da qeyd edək ki yaş. Və burada yaşı qeyd etdikdən sonra artıq bunu yenə də bir damla şəklində eləyək ki, yəni damamızdan kənara çıxmasın. Single line-ı qeyd edirik. Burada da true yazırıq. Bakın dostlar, eyni prinsip, eyni qayda ikinci bir damamız yarandı. Gəlin indi bunun üzərində əlavə bir iş görək. Məsələn, tutalım ki bizim burada, məsələn yaş, burada yaşın içərisində biz yaşı hərf olaraq yaza bilməliyik axı. Məsələn, bu adamın 15 yaşı var, 25 yaşı var, 35 yaşı var. Ancaq bu rəqəm tipindədir də, yəni rəqəmdən kənara çıxmır. Bunu yazmaq üçün dostlar, belə bir içərisində əmr icra eləməliyik ki, artıq bunu da eyni qaydada on value change içərisində eləməliyik. Və on value change içərisində əlavə olaraq bax bu cür gəlin kod yazaq ki, kodumuz daha maraqlı olsun və sizlər də bu şeyləri sabahlarım sizə ola bilsin ki, belə deyək ki, imtahanda və yaxud da hansısa intervyuda baxın bu sualları sizə mütəmadi olaraq verəcəklər. Bax belə bir şeylər çox adi bir şeylər olsa da, lakin yəni çox önəm daşıyır. Yəni adətən intervyular zamanı bu suallar çox verilir. Burada qeyd edirəm yenə it və içərisində belə bir kod yazırım. All və bax belə bir olun da içərisində yazıram ki char 2 nöqtə və burada da qeyd olunsun bizə is baxın digit olmalıdır. Aha. Və bunu qeyd etdikdən sonra dostlar mən buradakı artıq kodumu run ediyorum. Bakın dostlar, artık ben burada yazdıram. Mesela tutalım ki burada qeyd olunsun anar. Anar ve burada artık mesela tutalım ki hərf yazmaq istəyirəm. Bakın mümkün değil. Ancaq burada yaş yaza bilərəm. Tamam 25. Yani biz anara ancaq yaşını istəyiriksə, yani burada insan daha çalışıb əlinlə hərf qeyd eləməsin. Bax bunları özünüzdə də bir yerdə kopyalayıb bir saxlayın. Bax belə bir şeyləri, bax belə bir kodları özünüzdə qeyd kimi bir yerdə saxlayın ki, mən məsələn tutalım ki, text field içərisində və yaxud da ki text o digərlərin içərisində ancaq tutalım ki, mən istəyirəm rəqəmlər görsənsin. Onda yalnız biz bu koddan istifadə edirik. Və bu koddan istifadə edəndə dostlar, artıq bizim belə deyək ki, yazımız birbaşa olaraq ancaq bax bu cür formada, yəni rəqəm formasında görsənəcəkdir. Əlavə olaraq da dostlar, gəlin belə bir şey eləyək ki, daha maraqlı olsun. Üzərində gəlin bu cür əlavə bir iş istəyək. Burada yenə bir əlavə şey yaradıram. Baxın, var password. Bu adətən siz hər hansı sizə tutalım ki bir application verilib, application'da profil səhifəsi yaradırsınız. Bax profil səhifəsini bax bu cür qaydada qeyd edib yaza bilərsiniz. Bunun içərisində də mutable state of qeyd edirəm və bunu da boş string verirəm. Boş string verəndən sonra artıq burada eyni qaydada. Gəlin burada əlavə olaraq space verək ilk öncə. Modifierimizi qeyd eləyək və modifier içərisində də hündürlüyümüzü yazaq.
Məndə nəsə kompüterdə biraz donmalar var. Burada bunu dayandıram müvəqqəti. Çox kompüterdə RAM yeməsin. Modifier və height'ını qeyd eləyək ki, height olsun. Yuxarıda 20 dipi vermişik. Burada da 20 dipi verək. Və əlavə olaraq text fieldimizi yenə də burada yaradaq. Baxın, ilk öncə mən yenə eyni qaydada value yaradıram. Burada yazıram password. İkinci olaraq on value change yazıram. Və bunun içərisində yenə də bəzəkli mötərizəmi açıram. Password bərabərdir it. Üçüncü olaraq yenə eyni qaydada label yaradıram. Və label içərisində də yenə bəzəkli mötərizəmi açıram. İçərisində qeyd edirəm ki, artıq baxın bu formada password. Burada da olsun parol. Üçüncü olaraq burada axırıncı nəyə qeyd edilir? Single line. Single line da edirik burada artıq true. Bakın dostlar, biz artıq eyni kodları yazaraq bizim üçüncü damamız artıq burada rahatlıqla yaratdıq. Yəni heç bir sual, heç bir problem, heç bir belə deyək ki, əziyyətlə qarşılaşmadı. Bakın dostlar, bizim indi bunun içərisində belə bir əlavə işlər görək ki, bunlar sizi gələcəkdə daima lazım olacaq. Məsələn, mənim burada verdiyim parol ancaq 10 hərfdən ibarət olsun. Yəni ondan yuxarı olmasın. Bunu etmək üçün dostlar, mən burada belə bir kod yazıram. Qeyd edirəm ki, sən ancaq 10 dənə dəyər götür. Baxın, yəni 10 dənə artıq 10 hərfdən yuxarı burada elə bir heç bir dəyər yaza bilməz. İkinci olaraq burada əlavə olaraq belə bir şey eləyək ki, daha maraqlı olsun. Bizim məsələn burada sağ tərəfdə bir ikon yaradaq. Yəni buradakı parollarımız görsənən və görsənməyən formada olsun. Yəni bizim belə deyək ki, necə telefonlarda biz hər hansı bir yerə girəndə onun parolunu göstərə də bilirdik və yaxud da ki göstərməyə də bilirdik. Yəni biz orada göz işarəsinin üzərinə tıklayanda onu görsənən eləyirdi və yaxud da görsənməyən eləyirdi. Burada da egenin eyni prinsipi icra edir. İlk öncə bu prinsipi icra eləmək üçün mən bir dəyişən yaradım. Var visibility, yəni belə bir şey eləyək və by remember, bunun da içərisində olsun mutable state və burada qeyd edək ki, ilk öncə baxın bağlı şəkildə olsun. Və bunu qeyd etdikdən sonra artıq gəlirik bizim password belə deyək damamıza. Password damamıza gəldikdən sonra buradakı bayaq gördüyümüz işlərin belə deyək ki, sonlanmasını icra edək. İlk öncə bax belə bir şey qeyd edək ki, məsələn olsun bizdə burada belə visual transformation. Burada da if'ini verək və visibility'mizi burada qeyd edək. Artıq bunu qeyd etdikdən sonra burada yazırıq ki, gəlin burada qeyd edək ki, damamız çox kənara çıxmasın. Visibility transformation non qeyd edək. Else yazırıq. Əks halda burada olsun password visual transformation və bunun da içərisində də artıq bizim metodumuzu bağlayaq. Və bunu etdikdən sonra dostlar, ilk öncə belə bir problemlə qarşınızda sizdə olacaq. Yəni siz birinci burada elə biz bir ikon əlavə eləmək istəyirik və ikonları burada görsənməyini istəyirik. Sizdə ola bilsin ki, yəni bütün belə deyək ki, yeni olanda proqramlarda bəzi Android studiolarda olur, həmin o kitabxanalar yüklənir, bəzilərində yüklənmir. Yüklənməyən insanlarda burada indi mən belə bir şey göstərəcəm, sizlər də onu rahatlıqla icra edərsiniz. Training baxın, ikon qeyd edirəm və burada bəzəkli mötərizəmi açıram. Və bunun içərisində artıq yazıram ki, var ikon və bunun içərisində qeyd edirəm. If'imizi yazırıq. Məndə nəsə kompüterdə olmur. Biraz üzürlü sayın. Visibility və bunun içərisində də yazırıq ki, icons və qeyd edək default içərisində olsun visibility. Else əks halda icons olsun burada default visibility off. Artıq bunu yazandan sonra burada belə bir kod yazırıq dostlar. İkonu burada görsənməsi üçün. İkon buton
qeyd edirik və içərisində də yenə yazırıq. On klikini qeyd edirik və on klik içərisində də yazır bəzəkli mötərizəmizi açırıq. Və bəzəkli mötərizə içərisində yazırıq. Və visibility, baxın belə bir şey qeyd edirik. Burada da olsun visibility. Aşağı edim, sizlər də bunu rahatlıqla görün və bunun içərisində də artıq yazırıq ikon və ikonumuzu burada, baxın, ikon burada veririk və ikon qeyd edirik. Content description'da olsun, bizdə null hərək. Əlavə bizdə, yəni bunun üzərində işlər görməyək, kodumuz rahatçılıqla işləsin. Baxın dostlar, sizdə ola bilsin ki, ikonlar, baxın bu visibility və yaxud da visibility off sizin ekranınızda və yaxud da siz default yazanda sizdə görsənməsin. Əgər sizdə bu görsənmirsə, daxil olursunuz Build Gradle içərisinə. Build Gradle içərisində baxın bu iki dənə. Baxın burada implementation'ı öz kompüterinizdə olduğu kimi yazırsınız. Yəni eyni qaydada Build Gradle içərisinə yazırsınız. Bax bu prinsipini. Bunu yazandan sonra Sync Now edirsiniz sağ tərəfdə yuxarıda. Bunu edəndən sonra artıq siz həmin burada qeyd olunan, baxın bura geri qaydıram və burada qeyd olunan həmin bu şeylərə çata bilərsiniz. Və əgər burada yenə də çatmırsanız, yuxarı hissədə, import hissəsində dostlar, baxın bu visibility, baxın bu visibility off, bax bu iki dənə bizim belə deyək ki, kodumuz, metodumuz bura import olmalıdır. Import olmasa da ola bilsin ki, məsələn, burada sizdə import olmayıb, eyni qaydada bunları da importun içərisinə yaza bilərsiniz. Artıq ondan sonra siz buradakı eyni mənadakı bax bu ikonu, göz işarəsi ikonunu siz öz kompüterinizdə görəcəksiniz. İndi gəlin dostlar bunu run eləyirik və bunu run eləyib işimizi burada indi tamamlayaq ki, artıq əlavə də dərs saatımız da çox getməsin. İndi mən kodları daha analiz eləyəcəm. Sizlər bunu daha rahat başa düşəcəksiniz. Bunu müvəqqəti olaraq bu cür eləyək. Baxın dostlar, məsələn, mən artıq profil səhifəm demək olar hazırdır. Anar yazdım. Bu insanın adını verirəm, tutalım 25 yaş və parol da olsun tutalım ki 2025. Artıq bu 2025 gördüyünüz kimi burada görsənmir. Mən burada tıklayanda, burada görürsünüz 2025'i görürəm. Üzerine bir dəfə tıklayanda buradakı görsənmir. Tıklayanda görsənir, tıklamayanda artıq bunun üzerine bir dəfə də tıklayıram, bu görsənmir. Demək olar profil səhifəsində nələr vardır? Bura bir əlavə olaraq indi özünüz bunu tamamlayın. Bura bir əlavə olaraq bir image gətirin. Mən keçən dəfə imicinizi gətirmişdim. Siz özünüzün bir profil şəklinizi gətirin, bu Drawball'un içərisində past edin. Bunun həmin profil formasında görsənsin də. Yəni aşağısına bir dənə buton qeyd edin. Yəni daxil ol. Elə bil ki, siz bir dənə bir səhifə yaratmışsınız, profil səhifəsi. Və həmin profil səhifəsində öz məlumatlarınızı yığırsınız. Məsələn burada belə deyək ki, image formasında ilk öncə siz image gətirin. Gələcək dərslərimizdə artıq burada bir fon yaradarıq. Yəni imicin burada daxil olub öz telefonumuzdakı belə deyək ki, imicə hər hansı bir imici götürə bilərik. Bunu da etmək üçün artıq biz permissionlardan istifadə etməliyik. Yəni bunu öz başına edə bilmərik. Burada icazələr alınmalıdır ki, məsələn siz öz telefonunuzda yeni bir proqram yüklüyorsunuz. Proqramda orada alt hissədə sizdə bunu qəbul edirsən yoxsa yox. Bax belə bir suallar verir. O sualları çox böyük rol oynayır. Yəni sizin telefonunuzda orada o sualları siz məntiqini başa düşməlisiniz. Bəzi insanlar başa düşmür. Elə ancaq yes qeyd edirlər. Artıq sizin oradakı müəyyən datalarınız, müəyyən məlumatlarınız həmin o yazılan proqramistin və yaxud da həmin o serverin məlumatlarına keçə bilər. Və oradan sizə müəyyən deyək ki, sizə ataklar da edə bilərlər. Ona görə də Android tərəfindən, yəni bunlar yəni belə bir şeylərin qarşısı almaq üçün, insanlar bu şeylərdən xəbəri olması üçün. Məsələn, proqramlar var ki, məsələn siz istəmirsiniz ki, olduğunuz yer haqqında kimsə məlumat olsun. Amma elə bir proqram var ki, sizin olduğunuz location'a daimi olaraq göndərir. Və həmin location'da artıq sizin telefon bilinir ki, siz hal-hazırda hansı hissədəsiniz. Və o sizin telefonunuzda müəyyən qədər internetdən də istifadə edir, müəyyən məlumatlardan da istifadə edir. Siz bunu artıq hiss eləmirsiniz ki, yəni sizin megabaytınız bu səbəbdən qutardı, bu səbəbdən qutardı. Bu şeylərin qarşısını almaq üçün yəni yeni bu dəqiqə hal-hazırda bütün hamısını permissionlar vasitəsilə belə deyək ki, yazdırırlar ki, yəni bir proqramist
bunu mütləq olaraq istifadəçiyə məlumat verməlidir. Siz həqiqətən, məsələn tutalım ki, öz qaleriyanıza daxil olmaq istəyirsinizmi? Orada qeyd edilir, bəli istəyirəm, yox istəmirəm. Və yaxud da siz həqiqətən olduğunuz məkan haqqında məlumat vermək istəyirsinizmi? Bəli istəyir, yox istəmir. Yəni bu şərtləri vermək üçün artıq permissionlardan da istifadə edəcəyik. Bugünkü dərsimiz bu qədər. Yəqin ki, dərsi bəyəndiniz. Özünüz də mən dediyim kimi eyni qaydada burada bir gətirin öz profil şəklinizi Dribbble içərisində past edin. Dribbble içərisində burada bir image yaradın. Artıq aşağısında tutalım ki, istəyirsinizsə mən burada parolu qeyd etmişəm. Burada familiyasını da qeyd edə bilərsiniz. Parolu da qeyd edə bilərsiniz və yaxud da e-mailini də qeyd edə bilərsiniz. Mən indi ikonun ancaq sağ tərəfində olanı qeyd eləmişəm. İstərdim ki, siz məsələn burada bir yeni əlavə bir ikon əlavə eləyərsiniz və yaxud da burada bir ikon əlavə eləyərsiniz. Burada bir ikon artıq var. Məsələn, mail bir ikonu əlavə eləyəsiniz. Özünüz üzərində özünüz işləyin ki, əliniz də artıq öyrəşsin. Və sabahlarım məsələn sizə hər hansı bir məlumat profil səhifəsini yığ deyəndə, oturdum yarım saata yığdım və buradakı digər məlumatlar da olacaq ki, məsələn sizin verdiyiniz məlumatlar ola bilsin Firestore-a getdi, yükləndi və yaxud da ki, hər hansı bir backend-də yazılmış PHP-də, Java-da və yaxud da SQL-də digər baza sistemlərində yazılmış bir məlumatlarınız var ki, siz ora məsələn məlumatları ötürürsünüz. Bunu da etmək üçün retrofitdən də istifadə edəcəyik. Yəni bu ümumilikdə bütün dərslər haqqında mən məlumatlar verəcəm və istərdim ki, sizlər də bunları arzu olaraq bütün dərsləri adım-adım izləyin ki, sabahlarım hər hansı bir tutalım ki, mən dərsi artıq danışanda orada əlavə bir sualınız əmələ gəlməsin ki, biz bunu necə yaratdıq, burada necə istifadə elədik və bu işi necə gördük. Bir də dostlar, mənim bu yeni ayda yeni kurs qrupum açılır. Yəni artıq Join qrupla demək olar bu ay yekunlaşıram və buna görə də yəni bu dərsi, Kotlin'i daha mükəmməl öyrənmək istəyənlər, daha çox praktika işləmək istəyənlər və real həyatdakı proqramlar, proyektlər üzərində işləmək istəyənlər müraciət edə bilər. Yay sezonuna əlaqədar olaraq müəyyən qədər endirim olacaq və bunu daha mükəmməl gəlin bir yerdə öyrənəyin və yaxşı yerlərdə də istifadə edin. Əsas vacibiyyət odur ki, mənim indiki bu dərslərim sizlərə praktik olaraq elə bir ilk addımı göstərir. Lakin həqiqətən də Android proqramist olmaq istəyirsiniz, gələcəkdə yaxşı bir sahədə işləmək istəyirsinizsə, yaxşı bir şirkətlərlə işləmək istəyirsinizsə, artıq yəni bunun üzərində fikriniz realdırsa, biraz da büdcədən, yəni belə deyək, pul xərcləməlisiniz ki, daha da geniş məlumatlar əldə edəsiniz. Bugünkü dərsim bu qədər. Dərsi izlədiyinizə görə təşəkkür edirəm. Gələn dərs görüşənədək. Sağ olun.